Masallı sakini Ağadadaş Qafarov 2 il əvvəl şəxsi istifadəsi üçün özünə avtomobil alıb. Vətəndaş iddia edir ki, indi Masallı rayon icra və propasiya şöbəsi ona heç bir səbəb göstərmədən avtomobili əlindən alaraq əvvəlki sahibinə qaytarıb. Əməkdaşımız Rövşən Almasoğlu hazırladığı sujetdə avtomobilin hansı səbəbdən vətəndaşdan alınması ilə bağlı suala cavab axtarıb. Masallı rayon Təzəkənd kənd sakini Ağadadaş Qafarov 2023-cü il iyul ayında Sumqayıt şəhərindən Mercedes markalı avtomobil alıb. Həmin vaxt maşının bütün sənədləri qaydasında olub. Ağadadaş Qafarov avtomobili rayona gətirdikdən sonra 25 gün ərzində öz adına rəsmiləşdirib və ona yeni dövlət nömrə nişanı alıb. Ağadadaş Qafarov avtomobili 2 ilə yaxın heç bir mane olmadan idarə edib. Bu ilin avqust ayında isə Masallı rayon icra və probasiya şöbəsindən ona zəng edərək avtomobilə baxış keçirmək üçün idarəyə gətirilməsi bildiriblər. Bahri İbayev mənim məxsus olan mobil telefonuma zəng edib dedi ki, maşında problem var, gətir. Nəysə maşını apardı ora, maşını bizdən təhvil təslim edəməmiş, məndən zor və məcbur maşını aldı. Dedi, dayı sənə maşın verməyəcəm. Mən bilmirəm ki, nə üçün verməyəcəkdir, bilmirəm. Ağadadaş Qafarovun oğlu Ağaddin Qafarov da məsələnin tam araşdırılmasını və onlara məxsus avtomobilin geri qaytarılmasını tələb edir. Girdiyi maşını saxladı içəridə, həmin maşının birinci yəsini gətirib oradan, Oğuz rayonunun Qumlaq kəndindən Anar Məmmədov İmran oğlu. Əslində o da cinayətkardır, o qanunsuz bizdən alıb maşını dələduzluq yolu ilə. Biz pulumuzun alınmasın, maşınımızın alınmasın, bir də Bəhruz İbayev icrasının cəlb olunmasını istəyir də, cinayətə cəlb olunsun. Bu uğurluq gedir də.